Keçək 61 nömrəli tapşırığa. BDS-ni nə qədər verir? BDS 75 dərəcə. Buranı da biləm 75-dir. Elədi 150 dərəcə. Aha. Bura 150-dirsə, bura nə qədər olacaq? 30 dərəcə. Qarşı tərəfi də 30 dərəcə. Bura neçə olacaq? 60 dərəcə. Daxil bucaqların cəmi 180 olmalıdır ona görə. Bizə deyir ki, hündürlüyü verib bu səfər. 3,5 olarsa. Aha. Rombun tərəfini tapın. Biz nə deyirdik? Deyirdik ki, 30 dərəcəli bucağın qarşısında duran katet nəyə bərabərdir? Hipotenuzun yarısına. Hipotenuzu bilmirəm. Hipotenuzumuzu bölülən 2-yə bərabər eləm 3,5-ə. X neçə olacaq uşaqlar? 7 santim. Bizdən də nə istəyir? Tərəfi istəyir. Cavab olacaq C variantı. Keçək 62 nömrəli tapşırığa. Paralelogramın tərəflərinin uzunluğu 3 və 5 santim olarsa, iti bucağının tənböləni böyük tərəfə hansı parçalara ayırır? Gəlin çəkək. Aha, bir dənə paralelogram çəkirəm sizin üçün. Buradan bir dənə iti bucaq çəkirəm. Aha. İndi uşaqlar bizə nə deyir? Paralelogramın tərəflərinin uzunluğu 3 və 5 cm-dir. Bura olsun 3, bura olsun 5 cm. Deyir ki, olarsa iti bucağın tənböləni böyük tərəfə hansı parçalara ayırır? Uşaqlar, bu tənböləndirsə, bura alfa deyərəm, burada bir dənə alfa deyərəm. Düzdürmü? Plus, bax bu hissələr bir-birinə nədir? Paraleldir. Yəni bu bucaqlar, yəni bu parçalar bir-birlərinə nədir? Paraleldir. Paralel olduğuna görə çarpaz bucaqlar bir-birinə nə olacaq? Bərabər olacaq. Yəni bura 3-dürsə, qarşı tərəfdə 3 olacaq. Bərabər yanlı 3 bucaq alınır ona görə. Baxın, burada bir dənə nə alındı? Bərabər yanlı 3 bucaq alındı. Aha, bura 3-dürsə, bu tərəf nə qədər olacaq? 2 santim olacaq. Deməli, necə hissəyə böldü? 3 və 2 santimlik parçalara ayırdı. Cavab oldu Y variantı. Həmçinin keçək 63 nömrəli misala. Paralelogramın tərəfləri 4 və 7 cm-dir. Yenə paralelogram çəkirəm. Aha. Deyir ki, iti bucağın tənböləni, baxın uşaqlar, iti bucağın tənböləni. Bura alfadırsa, həmçinin paralel olduğuna görə çarpaz bucaqlar da bərabər olacaq, düzdürmü? Və bu hissələr bir-birinə bərabərdir. Mənə tərəfləri verib 4. Burada 4 olacaq. Bura 4-dürsə, bura neçə olacaq? 3. Neçə hissəyə böldü? 4 və 3 santimlik hissələrə böldü. Cavab oldu D variantı. Keçək 64 nömrəli tapşırığa. Perimetri 12 santim olan düzbucağının bir tərəfi digərindən 2 dəfə böyükdür. Aha, biri A'dır, digərini 2A deyirəm. 2 vurulsun A plus 2A bərabərdir 12-yə. Toplasam neçə eləyəcək? 3A bərabərdir 12-ni 2-yə böləndə 6, A da bərabərdir 2-yə. Düzbucağının kiçik tərəfini tapın, 2 santim olacaq A variantı. Həmçinin 65 nömrəli tapşırığa perimetri verir 16. Bir tərəfi digərindən 3 dəfə böyükdür. Biri A-dırsa, digəri 3A-dır. Toplayıram. 4A bərabərdir. 2 vurulsun. 4A bərabərdir 16-ya. 4A bərabərdir 8. A da bərabərdir 2 santimetrə. Bizdən böyük tərəfi istəyir. A 2-dir. Böyük tərəfi nə qədər olacaq? 6 santim. Cavab olacaq C variantı. Keçək 66 nömrəli tapşırığa. Kör bucağı 120 dərəcə olan rombun tərəfi 36-ya bərabərdir. Kör bucaq təpəsindən qarşı tərəfə indirilmiş hündürlük 12 hissəyə, parçaya ayırır. Bu parçaların uzunluğunu tapın. Gəlin birinci növbədə rombun şəklini çəkin. Aha. Baxın, burada bir dənə 120 dərəcəli bucağım var. Həmçinin biz demişdik ki, qonşu bucaqların dərəcə ölçüsü neçəyə bərabərdir? 180. Baxın uşaqlar, buradan bir dənə hündürlük endirdim. Bu hündürlük 90 dərəcəyə bərabərdir. Baxın, bu hissə neçə olacaq? 30. Aha, bunu da çəkdim. Və bizə nə deyir? Rombun tərəfi 36-ya bərabərdir. Deyir ki, kör bucağı olan rombun tərəfi 36-dır. Aha, 36-ya bərabər oldu. Onu 2 hissəyə ayırır. Bu parçaların uzunluğunu tapın. Uşaqlar demişdik ki, 30 dərəcəli bucağın qarşısında duran katet nəyə bərabərdir? Hipotenuzun yarısına. Yəni 36 bölünsün 2, bu da eləyəcək 18.
Bir tərəfi 18-dir. Digər tərəfi neçə olacaq? 36-dan çıxsan 18-i, digər tərəfdə 18 olacaq. Yəni 2 bərabər hissəyə ayırdı. 18, 18 olacaq. Keçək 67 nömrəli tapşırığa. Diaqonallarının uzunluqları 10 santim və 24 santim olan rombun perimetrini, bunu düsturundan da tapa bilərəm əslində. Tutalım düsturu bilmirsiniz, nə edəcəksiniz? Baxın, şəkil çəkirəm. Bunun bir də diaqonallarını çəkirəm sizin üçün ki, yaxşı görə biləsiniz. Bunu biraz pis çəkdim. Aha. Bizə nə deyir? Deyir ki, diaqonalları nə qədərdir? 10 və 12-dir. Biz bilirik ki, diaqonallar nə edir? Kəşmə nöqtəsində 2 bərabər hissəyə bölünür. Yəni, bura 5 deyirəm, burada 5 deyirəm. Həmçinin 24, 12, 12 deyirəm. Uşaqlar, və burada bir dənə nə əmələ gəlir? Düz bucaq. Çünki bunu demişdik ki, romb və kvadratda diaqonallar nədir? Düz bucaq əmələ gətirir. Diaqonallar kəşmə nöqtəsində düz bucaqlı əmələ gətirir. Düzdürmü? Bura 5, bura 12-dir. Digər tərəfi necə taparam? Yadınızdadırsa biz Pifaqor teoreminə əsasən deyirdik ki, katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabər olur. Yəni, bura 13 olacaq. 5, 12, 13. Üçlüydür bu. Aha. Mən tərəfi tapdım. Düsturum nədir? P bərabərdir 4 vurulsun A. Yəni 4 vurulsun 13 eləyəcək 52 santim. A variantdır. Və yaxud bu üsuldan eləyə bilmədiniz. Düsturda yerinə qoya bilərsiniz. D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir 4A'nın kvadratına. Buradan gətirərəm. A kvadratını taparam. 4A kvadratı bərabərdir. D1 neçə idi? 10. 10'un kvadratı üstə gəl 24'ün kvadratı. A kvadratı bərabər olacaq. 100'ün üstünə gələcəm. 24'ün kvadratı 576. Böləcəm 4'ə. Eləyəcək 169. A neçəyə bərabər olacaq? 13'ə. Düsturum nə idi? P bərabərdir 4 vurulsun A, yəni 13, 52 santimetr. 67 nömrəli tapşırıqda cavab yenə aldı. Keçək 68 nömrəli tapşırığa. ABCD paralelogramında bucaq A 3x plus 20 və bucaq C 5x minus 20 olarsa bir bucağını tapın. Uşaqlar, bucaq A ilə bucaq C. Gəlin hətta şəkil çəkək biz sizə ki görə biləsiniz. Baxın. Bu mənim olduğu paralelogramım. İşarələyirəm A, B, C, D. Düzdürmü? Bucaq A-nın bucaq C necədir? Çarpaz bucaqdır. Çarpaz bucaqlar uşaqlar bir-birinə bərabərdir. Aha, deməli 3x plus 20 neçəyə bərabər olacaq? 5x minus 20-yə. 5x-dən 3x çıxsam 2x bərabərdir 40-a. X neçə olacaq uşaqlar? 20. Bucaq B-ni tapmaqdan ötürü neyniyərəm? Bucaq A-nı taparım. Bucaq A niyə bərabərdir? 3x plus 20-yə. X-in yerinə 20 qoysam neçə eləyəcək? 3 vurulsun 20 üstə gəl 20. Eləyəcək 80. Deməli, bucaq A 80-dirsə, biz də demişdik ki, qonşu bucaqların cəmi neçəyə bərabərdir? 180 dərəcəyə. Bucaq B-yi bir dənə alfa desəm, alfa bərabərdir 100 dərəcə olacaq. Cavab oldu B variantı. Uşaqlar, keçək 69 nömrəli tapşırığa. Bərabər yanlı trapesiyanın kör bucağının təpə nöqtəsinə çəkilmiş hündürlüyü böyük oturacağın uzunluğu 8-13 santim olan iki hissəyə bölür. Trapesiyanın orta xəttinin uzunluğunu tapın. Aha, bərabər yanlı trapesiyanı çəkdim. Yanları bunun nədir? Bərabərdir. Deyir ki, kör bucağının təpə nöqtəsindən çəkilmiş hündürlük. Böyük oturacağı uzunluqları 8. Bunu bir dənə qırağı çəkim. Aha, nə deyir? 8 və 13 santim olan iki hissəyə bölür. Trapesiyanın orta xəttinin uzunluğunu tapın. Gəlin tapaq. Baxın, bunu necə yaza bilərəm? Bax, buradan da bir dənə mən hündürlüyü çəkərəm. Burada 8 olar. Aha, deməli 8, 8. Ümumi uzunluğum nə idi mənim? 21. Düzdürmü? İki tərəfi 8-dirsə, bu hissəsi neçə olacaq? 5. Qarşı tərəfdə 5 olacaq. Bunu da tapdım. Sonra məndən nə istəyir?
Trapesiyanın orta xətti. Orta xətt üstürü nə idi? M bərabərdir A plus B bölünsün 2. Böyük tərəfinin uzunluğu 21. Üzərinə 5 gələrəm. Bölərəm neçə 2? 26-nı 2-yə böləndə eləyir 13. Cavab olacaq A variantı. Keçək 70 nömrəli tapşırığa. Gəlin, bərabər yanlı trapesiyanı çəkək. Aha, nə deyir mənə? Deyir ki, bərabər yanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Aha, hündürlüyü neçə dərəcəli bucaq əmələ gətirir uşaqlar? 45 dərəcəli. Deməli, bura 90-dırsa, bura neçə olur? 45. Bunun qarşısı da necə olur? 45 dərəcə. Baxın, hündürlüyü ilə tərəf bir-birinə bərabər olmayacaq mı? Olacaq. Deməli, mənə nə deyir? Trapesiyanın hündürlüyü 8 santim. Trapesiyanın hündürlüyü 8 santimdir. Deməli, bu hissədə 8 olacaq. Orta xətti isə 18-dir. Deməli, M neçə oldu? 18 santim olarsa. Onun oturacaqlarını tapın. Gəlin tapaq. Bax, buradan bir dənə də hündürlüyü çəkirəm. Burada 8 olacaq. Düzdürmü? Yuxarısını x deyirəm, burada x deyirəm. Gətirib yerinə qoyuram. X üstə gəl. X plus 16 bölünsün 2 bərabərdir 18-ə. 2x plus 16 bərabərdir 18-i 2-yə vuranda 36. 2x bərabərdir 20-yə, x də bərabərdir 10-a. Onun oturacaqlarını tapın. Bir oturacağı nə qədər olacaq? 10 olacaq. Digər nə qədər olacaq? X plus 16, yəni 26 olacaq. 10 və 26. Cavab olacaq Y variantı. Keçək 71 nömrəli tapşırığa. Bərabər yanlı trapesiyanın yan tərəflərindən birinə bitişik bucaqların fərqi 40 dərəcədir. Aha, uşaqlar, qulaq asın. Yan tərəflərindən birinə bitişik bucaqların fərqi, yəni beta minus alfa nə qədərdir? 40-dır. Biz həmçinin bilirik ki, yan tərəflərinə bitişik bucaqların cəmi nə qədərdir? 180 dərəcə. Nə əmələ gəldi? Bir dənə tənliklər sistemi. Alt-alta toplasam, alfalardan biri mənfi, biri müsbət gedir. Nə qalır? 2 beta bərabərdir 220-yə. Beta bərabərdir 110 dərəcəyə. Bizdən nə istəyir? Böyük dərəcələrini istəyir. Böyük dərəcəsi də nə qədər olacaq uşaqlar? 110 dərəcə olacaq. Cavab 110 dərəcə. Keçək 72 nömrəli tapşırığa. Bir tərəfi o birindən, bir tərəfi A-dır. O birindən 3 dəfə böyük olan. Perimetri isə 200 olan düzbucaqlığın böyük tərəfinin uzunluğunu tapın. Perimetrimizin düsturu 2A plus B idi. 2 üstə gəl A plus 3A bərabərdir 200-ə. 4A bərabərdir 100-ə. A bərabərdir 25 olacaq. Məndən nə istəyirdi? Böyük tərəfinin uzunluğun A 25-dir. 3A neçə olacaq? 75. Deməli, cavab 75 santimetr. Uşaqlar, gəldik 73 nömrəli misala. Deyir ki, ABCD paralaqramda BD diaqonaldır. Bucaq 1 ilə bucaq 3-ün cəmi 60-dır. Uşaqlar, biz bilirik ki, baxın, burada bir dənə nə yarandı? 3 bucaq, düzdürmü? Bu 3 bucağın daxili bucaqların cəmi neçə dərəcəyə bərabərdir? Yəni, bucaq 1 üstə gəl, bucaq 2 plus bucaq 3 bərabərdir 180 dərəcəyə. Bizə bucaq 1 ilə bucaq 3-ün cəmini verib 60. 60 plus bucaq 2 bərabərdir 180-ə, bucaq 2 bərabərdir 120 dərəcəyə. Bucaq 2-ni nə tapdım? 120 dərəcə tapdım. Baxın, yazıram 120 dərəcə. Sonra deyir ki, bucaq 4 ilə bucaq 2-nin cəmi, bucaq 4 ilə bucaq 2-nin cəmi 150-dir. Bucaq 4-ün üzərinə gələm 120-ni bərabər eləm 150-yə. Deməli, bucaq 4 neçə dərəcə oldu? 150-dən 120-ni çıxsam 30 dərəcə. Məndən bucaq 1-in dərəcə ölçüsünü istəyir. Bucaq 1 ilə bucaq 4 uşaqlar necə bucaqlardır? Qarşı bucaqlar. Qarşı bucaqlar da bir-birinə nədir? Bərabərdir. Yəni, bucaq 1 bərabər olacaq. Bucaq 4-də cavab olacaq 30 dərəcə. Keçək 74 nömrəli tapşırığa. Düzbucağının uzunluğunu verib 24. Diaqonalı isə 30 olarsa, onun enini tapın.
Diagonalımızın düsturu neydi? D kvadrat bərabərdir A kvadrat plus B kvadrat. Yəni 30'un kvadratı bərabərdir 24'ün kvadratı. Üstəgəl B'nin kvadratına. Buradan B'nin kvadratını tapsam olacaq 30'un kvadratı minus 24'ün kvadratı. Sadələşdirsəm nə olacaq? B kvadrat bərabərdir 30 minus 24 vurulsun 30 plus 24. B kvadrat bərabərdir 6 vurulsun 54'ə. Bu da edir 324. B'ni də tapdım 324. Hansı ədədin kvadratı 324 edir uşaqlar? Deməli 18'in kvadratı. Cavab olacaq 18. Yetmiş 5 nömrəli tapşırıqda nə deyir? Deyir ki, AD DY-yə bərabərdir. Aha. Bucaq K AD-ni verib ki, 20'dir. Bucağın dərəcə ölçüsünü tapın. Bax uşaqlar, bu iki hissə bərabərdirsə, deməli bunların oturacaqlar da nə olacaq? Bərabər olacaq. Yəni oturacağa bitişik bucaqlar necə olmalıdır? Bərabər olmalıdır. Aha. Deməli burada 20'dir. Bunu yazdım. Bura 20'dirsə, bucaq D'nin ümumi nə qədər olacaq? Təbii ki, burada bir dənə 90 dərəcəli bucaq var. Baxın bir dənə. Burada bax, bir dənə 90 dərəcəli bucağım var. Düzdürmü? Bu 90 dərəcə. Ümumi mən baxanda nə deyirəm? Deyirəm ki, 20'yi 20. 40. 180'dən 40'ı çıxaram. 140. Burada ümumi 90'ı var. 140'dan 90'ı çıxsam 50 dərəcə. Deməli, bax bu kiçik hissə, bunu başqa rənglə göstərim ki, fərq eləyə biləsiniz. Burada 50 oldu. Düzdürmü? Burada 50 dərəcədir. Məndən də zaten nə istəyirdi? K, D, Y-nin ölçüsünü istəyirdi. Cavab oldu 50 dərəcə. Cavab 50 dərəcə. Keçək 76 nömrəli tapşırığa. 76 nömrəli tapşırıqda nə deyir? Düzbucağının diagonalları 60 dərəcəli bucaq altında çeşir. Aha. Bir diagonal və bir kiçik tərəfin cəmi 24 olarsa, düzbucağının kiçik tərəfini tapın. Deyir ki, bir diagonal və bir kiçik tərəfin cəmi. Uşaqlar, indi qulaq asın. Gəlin, şəkil çəkək. Baxın, bu oldu bizim nəyimiz? Düzbucağımız. Aha, çəkdim. Deməli uşaqlar, biz deyirdik ki, düzbucağının diagonalları bir-birinə bərabərdir və kəşmə nöqtəsində iki bərabər hissəyə bölünür. Aha, deməli, bu hissələr bir-birinə nə olacaq? Bərabər olacaq. Həmçinin bizə 76 nömrəli tapşırıqda nə deyir? Deyir ki, 60 dərəcəli bucaq altında kəsişir. Yəni, bura 60'dır. Plus da ki, bunun iki tərəfi bərabərdirsə, oturacaqlar da bərabər olur və bu necə olur? Bərabər tərəfli üçbucaq olur. Yəni, bura A-dırsa, burada A olur, burada A olur, həmçinin diagonallarının uzunluğu A olur. Aha, bizdə nə istəyir? Düzbucağının kiçik tərəfini tapın. Deməli, bir diagonalın uzunluğu nəyə bərabərdir? 2A'ya. Kiçik tərəfinin cəmi 24 olarsa 3A bərabərdir 24'ə, A bərabərdir 8'ə. Düzbucağının kiçik tərəfini tapın. Düzbucağının kiçik tərəfi neçəyə bərabər olacaq uşaqlar? 8 cm. Keçək 77'yə. Düzbucağının 60 dərəcə bucaq altında kəsişir. Eyni misaldır. Bir diagonal bir kiçik tərəfin bir diagonalın uzunluğu 2A'dır. Bir kiçik tərəfin uzunluğu A'dır. Cəmi 36'ya bərabər olarsa düzbucağının diagonalını tapın. 3A bərabərdir 36'ya. A neçə olacaq uşaqlar? 36 bölünsün 3. O da bərabərdir 12 cm. Bizdən nə istəyir? Diagonalın uzunluğunu istəyir. Bəs diagonalı necə tapacağım? Deməli, diagonalım da nəyə bərabər idi? 2A'ya. Deməli, D bərabərdir 12'ni vursam 2'yə eləyəcək 24.
Keçək 78 nömrəli tapşırığa. Deməli, ABCD kvadratında bucaq AYC-nin 120 dərəcə ölçüsünü tapın. Olarsa deyir ACY-ni tapın. Aha, gəlin tapaq. Baxın uşaqlar, birinci nəyə baxaram? Burada nə var? AC diaqonalı var. AC diaqonal həmçinin nədir? Tən bölən. Yəni 2 bərabər hissəyə bölür. 90-ı bölərəm 2. Neçə olar? 45. Deməli, bucaqların hər biri neçə dərəcədir? 45, 45. AC nəyə bərabər olacaq? ACY bərabər olacaq. 180 çıxılsın. 45 plus 20. 120. Aha, bu da bərabərdir. 180-dən 165 çıxanda eləyir 15 dərəcə. Deməli, bucaq ACY bərabərdir 15 dərəcəyə. Keçək 79 nömrəli tapşırığa. Eyni misaldır. Bucaq AYC-ni verib 115. Düzdürmü? 90 dərəcəli bucaqdır. AC diaqonalı yarı hissəyə bölürsə 2 bərabər hissəyə 45-45 olur. 180-dən çıxacam. 115 üstə gəl 45-i eləyəcək 20 dərəcə. Keçək 80 nömrəli tapşırığa. Nə deyir 80 nömrəli tapşırıqda? O nöqtəsi ABCD rombunun diaqonallarının çəkmə nöqtəsidir. Aha, A-onu verib neçə? 6. B-onu verib 8. Rombun perimetrini tapın. Ay uşaqlar, burada bir dənə 3 bucaq yarandı. Burada bir dənə düz bucaqlı 3 bucaq yarandı. Dedik ki, katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabər olur. Bərabərdir 6-nın kvadratı üstə gəl 8-in kvadratı. Eləyir AB kvadrat bərabərdir 36 ilə 64 100. AB neçə olacaq? 10. Perimetr nəyə bərabərdir? P bərabərdir 4 vurulsun 10-a, yəni 40 santimetrə. Sonra 81 nömrəli tapşırıq. ABCD düz bucaqlı trapesiyasında BC 5. Aha. BC 5. AD 7. Bucaq D 45 dərəcə. AB-ni tapın. Uşaqlar, bax buradan bir dənə nə indirərəm? Hündürlüyü indirərəm. Bura 45-dirsə, bura neçə olacaq? 45. Bərabər yanlı nə yarandı? 3 bucaq. Deməli, bura 7-dir, bura 5-dir. Bu hissə neçə olacaq? 2. Bu 5-in 7-nin yerinə də nə yazacağım? 5 yazacağım. Düzdürmü? Bax, bu 2-dirsə, hündürlüyüm neçə olacaq? 2. Deməli, AB tərəfim neçə olacaq? 2-yə bərabər olacaq. Deməli, AB bərabərdir 2 santim olacaq. Bu qədər. Keçək digər misala. 82 nömrəli misalla. Bu da həmçinin. Bax, nə verib? AD-ni verib 7. 82-də. AB-ni verib 3. Məndən nə istəyir? Bucaq D-dim. Baxın uşaqlar, buranı çəkdim. Düzdürmü? Bax, bura 45-dirsə, burada 45 olur. Yəni, bura 3-dirsə, burada 3 olur. Bu 7-ni silirəm. Yerinə nə yazacağım? 4. Çünki 7-dən 3 çıxanda 4 eləyir. BC-ni istəyir. BC də olacaq 4. BC bərabərdir 4-də. Keçək 83 nömrəli tapşırığa. AB-ni verib 7. CD-ni verib 4 olarsa, düzbucaqların perimetrləri cəmini tapın. Bunu necə yazarım uşaqlar? Bura deyərəm X. Bura deyərəm bir Y. Bura deyərəm A. Bura deyərəm B. Birincinin perimetri nə olacaq? 2 vurulsun A plus Y. Düzdürmü? Bəs ikincinin perimetri P bərabərdir 2 vurulsun X plus B. Aha. İndi nə deyir bizdə? Perimetrlərin cəmini tapın. Gəlin cəmliyək. 2A üstə gəl 2Y. Üzərinə də gələcəm 2X plus 2B-ni. Bərabərdir. 2 vurulsun A plus Y plus X plus B. Bərabərdir. İndi qulaq asın. Biz AB-nin yerinə nə qoyduq? X plus Y-i qoyduq. Yəni X plus Y neçəyə bərabərdir? 7-yə. Həmçinin CD-nin yerinə nə qoyduq? Baxın. CD hansı nöqtədir? Bax bu. A plus B-ni qoydum. A plus B neçəyə bərabərdir? 4-ə. Gətirib qoyuram. 2 vurulsun. A plus B-nin yerinə 4 qoyuram. X plus Y-in yerinə 7. 4 ilə 7-yi toplayıram. 11. 11-i də 2-yə vuranda 22. Cavab elədik 22. Keçək 84 nömrəli tapşırığa.
Uşaqlar 84 nömrəli tapşırığı həll edərkən nəyə diqqət etməliyəm? Əslində bunun həlli çox sadədir. 2 vurulsun A plus B ilə olacaq. Amma bəzən uşaqlar çaşbaş qalır. Niyə? Bax uşaqlar, bu hissənin hətta rənglərindən göstərəm. Bax bu hissəni mən alta köçürə bilərəm də. Köçürdüm. Həmçinin bu hissəni də nə edəcəm? Alta köçürdüm. Bax bu hissəni köçürdüm. Bu hissəni də köçürdüm. Bir dənə düzbucaqlı alınmadı mı? Alındı. AB 17'dir. BC 15'dir. P bərabərdir 2 vurulsun 17 üstə gəl 15. Neçə eləyir 17 ilə 15'i toplayanda 32. Bu da eləyir 64. Siz uşaqlar, cavab olacaq 64 santimetr. Keçək 85 nömrəli tapşırığa. Perimetr 30 santim olan paralleqramın bucaqlarının tənbölənlərin qarşı tərəf üzərində çəkişir. Bucaqlarının tənbölənləri qarşı tərəf üzərində çəkişir. Onun kiçik tərəfinin uzunluğunu tapın. Aha, gəlin bir dənə paralleqram çəkək. Çəkdim. Və mənə nə deyir? Deyir ki, paralleqramın bucaqlarının tənbölənləri qarşı tərəf üzərində çəkişir. Bax. Aha, burada çəkişir. Bunu çəkdim. Əla. Və bu nədir tənbələndə? Alfa, alfa. Həmçinin. Burada deyərəm beta. Burada deyərəm beta. Əla. Çarpaz bucaqlar bir-birinə nə olacaq? Bərabər olacaq. Burada alfa olacaq. Düzdürmü? Bunu tapdım. İndi qulaq asın. Biz nə deyəcək? Deyəcək ki, 2 alfa üstə gəl 2 beta cəmi neçəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Buradan da tapıram ki, alfa plus beta cəmi neçəyə bərabərdir? 180 bölünsün 2, yəni 90 dərəcəyə bərabər olacaq. Bunu tapdım. Düzdürmü? Deməli uşaqlar, alfa plus beta, baxın rəngləyirəm hətta, 90'dırsa, bu neçə dərəcədir? Burada da bir dənə neçə dərəcəli bucaq əmələ gəldi? 90 dərəcəli bucaq əmələ gələcək. Onun kiçik tərəfinin uzunluğunu istəyir bizdən. Məsəl üçün, bura bir A desəm, bu hissədə A olacaq. Bu hissədə A olacaq, burada A olacaq. Aşağısı neçə A olacaq? 2 A olacaq. Aha. 2 olacaq. Və mən nə deyəcəm? Deyəcəm ki, P bərabərdir 2 vurulsun A plus 2A bərabərdir 30'a. 2 vurulsun 3A bərabərdir 30'a. 2 üçün 6, A da bərabərdir neçəyə? 36'ya böləndə 5 santimetrə. Kiçik tərəfini tapdıq. Keçək 86 nömrəli tapşırığa. Perimetri 24 olan paralleqram bucaqlarının tənbölənlərin qarşı tərəf üzərində çəkişir. Onun böyük tərəfini tapın. Yenə eyni üsul, elə promo yazarım yerinə. Deməli 2 vurulsun A plus 2A bərabərdir neçəyə? 24'ə. 3A'nın 2A'yı 6A bərabərdir 24'ə. A neçə olacaq uşaqlar? 4. Böyük tərəfini istəyir. 2A'nı tapacam. 2 vurulsun 4 bərabərdir 8. Keçək 87 nömrəli tapşırığa. Deyir ki, bir müstəvi üzərində verilmiş ABCD, aha, və BCFY paralleqramları konqrentdir. Bucaq B-nı neçə verib biz uşaqlar? 70. Bax, bucaq B, A, Y. Nə qədərdir? 70. Yazdım. ADC bucağının dərəcə ölçüsünü tapın. Aha. Bucaq nəyə tapaq deyir? ADC-ni tapaq. Gəlin tapaq uşaqlar. Deməli. Baxın indi. Bizə nə deyir? Deyir ki, paralleqramlar bir-birinə bərabərdir. Bərabərdirsə, bunun yan tərəfləri bir-birinə bərabər olmayacaqmı? Olacaq. Deməli, burada 70 dərəcədir. Bunu tapdım. Üçbucağın daxili bucaqlarının cəmi neçədir? 180. 180'dən çıxaram 70 plus 70'i, yəni 140'ı. Neçə eləyəcək? 40 dərəcə. Deməli, bucaq B neçə dərəcəymiş? 40 dərəcə. Bunu da tapdım. Əla. Sonra nə edəcəm? Aha. Sonra məndən nə istəyir? Deyir ki, ADC.
A, D, C bucağını tapın. İndi qulaq asın. Bax bu hissəni 40 dərəcə tapdım. Düzdürmü? Aha. Bunu ben necə eləyərəm? Ümumi bu hissə 360 dərəcədir, düzdürmü? 360-dan çıxaram 40 dərəcəni. Həm də neyinir bu? Ortada yarıya bölünür. Bölərəm 2-yə. Bu eləyəcək 320, bu da eləyəcək 320, 160. Deməli 160 dərəcəli bucaq əmələ gətirdi. Aha, mən CBA-nı tapdım. Nə qədər imiş? 160 dərəcə imiş. Məndən nə istəyir? ADC bucağı. ADC bucaqlar necə bucaqdır? Çarpaz bucaqlar. Çarpaz bucaqlar bir-birinə bərabər olduğuna görə ADC bucağı da olacaq 160 dərəcə. 88 nömrəli tapşırıq. YAB 40-dır. Dedi bir-birinə bərabərdirsə, burada 40 olacaq. 40, 40, 80. 180-dən 80 çıxanda 100 dərəcə. 360-dan çıxacağım 100-ü, böləcəm 2-yə. 360-dan 100 çıxanda 260, 2-yə böləndə 130. Deməli, bura neçə olacaq uşaqlar? 130 dərəcə olacaq. BSF-ni istəyir bizdən. Aha. BSF-ni istəyirsə, deməli, bura 130-dursa, qarşısı neçə olacaq? 180-dən çıxarım 130-u, eləyəcək 50 dərəcə. Cavab oldu 50 dərəcə. Keçək 89 nömrəli tapşırığa. Orta xətti 6-dır. Yan tərəfi 8 olan bərabər yanlı trapesiyanın perimetrini tapın. İndi qulaq asın. Gəlin bir dənə trapesiya çəkək. Yan tərəflərin bərabər elədim. Deyir ki, yan tərəfləri nə qədərdir? 8-dir. Düzdürmü? Yan tərəfi 8-dir. Orta xəttinin uzunluğunu da bizə neçə verib? 6. Aha, bərabər yanlı trapesiyanın perimetrini tapın. Gəlin tapaq. Baxın, orta xətti 6-dırsa, bir dənə orta xətt çəkirəm. Orta xətt nəyə bərabərdir? Deyirik ki, m bərabərdir A plus B bölünsün 2. Burada m-in yerinə 6 qoysam, A plus B bölünsün 2 bərabərdir 6-ya. A plus B neçəyə bərabər olacaq? 12-yə. Perimetr nəyə bərabərdir? Tərəflərin cəmi. Yəni, bura A desəm, burada bir B deyəcəm axı. 8 üstə gəl. A üstə gəl, 8 üstə gəl B. Yəni, 16 üstə gəl A plus B. A plus B-nin yerinə də 12 tapdığıma görə 16 ilə 12-ni toplasam neçə eləyəcək uşaqlar? 28. Cavab olacaq 28 santimetr. Həmçinin 90 nömrəli tapşırığa baxaq. Orta xəttin verib. Dedi ki, orta xətt nəyə bərabərdir? A plus B bölünsün 2-yə. A plus B nəyə bərabər olacaq? 16-ya. Yan tərəflərini də verib 12. P bərabərdir 12 üstə gəl. 12 üstə gəl A plus B. Yəni 24 üstə gəl 16. Bu da eləyəcək 40 santimetr. Keçək 91 nömrəli tapşırığa. Deyir ki, daxili bucaqlarının cəmi. Daxili bucaqlarının cəmi düsturu nə idi? 180 vurulsun m-2. Bərabərdir 1800 olan qabarıq çoxbucaqlının diaqonallarının sayını tapın. M-2 neçəyə bərabər olacaq? 1800 180-ə böləndə 10, m bərabərdir 12-yə. Bir də düsturumuz nə idi uşaqlar? Çoxbucaqlının diaqonalının sayı n vurulsun n-3 bölünsün 2. Diqqətlə baxsız görərsiniz ki, neçədə düstur istifadə elədim? 2 dənə. Gətirib yerinə 12-ni qoysam, neçə olacaq? 12 vurulsun 9 bölünsün 2. 12-nə 2 ixtisarcısı 6, 9-um 54. Bu qədər. 92 nömrəli tapşırıq. Daxili bucaqların cəmi 180 vurulsun n-2 bərabərdir 3600-ə. n-2 bərabərdir 20-yə, n bərabərdir 22-yə. Çoxbucaqlının diaqonal sayını tapın. Yəni, n vurulsun n-3 bölünsün 2. Bu da bərabərdir 22 vurulsun 19 bölünsün 2. 11. 11-i də 19-a vurulsun. 209 eləyir. Keçək 93 nömrəli tapşırığa.
Deyir ki, ABCD düzbucaqlı trapesiyasında BC 2-dir. Aha, BC-ni 2 qeyd edirəmsə, AK neçə olacaq uşaqlar? AK da 2 olacaq. Sonra nə deyir? Deyir ki, AD 5-dir. AD ümumi 5-dirsə, KD neçə olacaq? 3 olacaq. KD-ni də tapdım 3. Düzdürmü? Bax, bura 90 dərəcəlidir. Bura 45-dirsə, burada 45-dir. Deməli, SK neçə olacaq? Bu da 3 olacaq. Bura 3-dirsə, BA da 3 olacaq. Bizdən nə istəyir? Elə SK-nı istəyirsə, cavab 3-dür. Bildiniz də niyə 3-dür? Çünki burada bərabər yanlı 3 bucaq var. Yan tərəfləri bir-birinə nədir? Yəni, oturacağı bitişik bucaqlar bir-birinə bərabərdir. Oturacağı bitişik tərəflər bir-birinə bərabərdir. Həmçinin burada BC-ni verib 3. Neçədə nömrədir? 94. BC-ni verib 3. AD 5-dir. Deməli, KD neçə olacaq? 2. Burada 45-dir, bura 90-dır. 2, 2. BA'da 2 olacaq. Bizdən SK-nı istəyir. Yəni, SK bərabərdir, 2 olacaq. Keçək 95 nömrəli tapşırıqla. Bərabər yanlı trapesiyanın kör bucaq, bax, bir dənə trapesiya çəkək. Bərabər yanlı trapesiyanın kör bucaq təpə nöqtəsindən çəkilmiş hündürlük böyük oturacağının uzunluğu 5 və 7 santim olan 5 və 7 santim olan 2 hissəyə bölür. Trapesiyanın orta xəttinin uzunluğunu tapın. Gəlin uşaqlar, tapaq. Zaten bir oturacağımız bizə verilib 12-dir. Düzdürmü? Bax, mən belə də eləyə bilərəm. Zaten bu necə trapesiyadır? Bərabər yanlı trapesiyadır. Düzdürmü? Bərabər yanlı trapesiyadırsa, uşaqlar, bunun iki tərəfində bərabər eləyirəm. Bunu qayda şəklində deyək. Deyirdik ki, bərabər yanlı trapesiyadan əgər kör bucağın təpə nöqtəsinə çəkilmiş hündürlük varsa, bu ayırdığı böyük hissə orta xəttin özünə bərabərdir. Yəni, M bərabər olacaq 7-yə. Cavab olacaq elə 7. 96 nömrəli tapşırıq. Nə deyir 96 nömrəli tapşırıqda? ABCD paralleqramında BC tərəfi M nöqtəsindən götürülür. AB BM bərabərdir, SM MD'yə bərabərdir, AD 16 olarsa. AD 16 olarsa. MDC MDC 28 olarsa. Paralleqramın öz perimetrini tapın. Uşaqlar, bax, bu hissəyə bir dənə A desəm. Bura nə olacaq? A olacaq. Düzdürmü? Bura bir X desəm. Bura nə olacaq? Burada X olacaq. Həmçinin qarşı tərəflər bərabərdir. Bura nə olacaq? Bu da bir A olacaq. Bura qədər yazdım. Düzdürmü? Üçbucağın perimetri neçəyə bərabər 96-da? P bərabərdir. Bərabər yanlısı 2x plus A-ya bərabərdir. Və mənə nə deyir? Perimetr 28-dir. 2x plus A bərabərdir 28-dir. Bura qədər yazdım. Sonra, indi qulaq asın. Məndə A plus x nəyə bərabərdir uşaqlar? Bax, bu hissə AD-yə bərabər deyilmi? Yazaram qıraqda A plus x bərabərdir 16-ya. Gətirib yerinə qoyaram. X üstə gəl, x plus A bərabərdir 28. X-in üstünə 16 yerinə 16 qoysam, x üstə gəl 16 bərabərdir 28. X-i neçə tapacam? 12. X 12-dirsə, A neçə olacaq? 4. Məndən nə istəyir? Paralleqramın perimetri P bərabərdir. A 4-dür. 2 vurulsun. 4 üstə gəl 16. Bu da bərabərdir 40 santimetrə. Keçək 97-yə. 97 nömrəli tapşırıq. Baxın uşaqlar, bura A-dırsa, bura A-dır. Bura X-dir, burada X-dir. Həmçinin burada A-dır. Mənə nə verir? MD 7-dir. MD 7-dir. Yəni X-ləri 7 verir. Bu səfər uzunluqlarımızı verir. Baxın, bura 7-dir, burada 7-dir. BM AM-ə bərabərdir. BM AM-ə. BM AB-yə bərabərdir. Burada A olacaq.
Üçbucağın neçə verib? 18. P bərabərdir 7 üstəgəl 7 üstəgəl A bərabərdir 18-ə. A neçə olacaq uşaqlar? 4. Deməli A-nı tapdım 4. AD-nin uzunluğu neçə olacaq? 7 üstəgəl 4, yəni 11 sm. Bizdən P-ni istəyir. P bərabərdir. Perimetr nə istəyir bizdən? A, B, M, D-ni istəyir. Düzdürmü? Baxın, buranı istəyir. Aha, P bərabərdir. A-nı neçə tapdım? 4. 4 üstəgəl 4 üstəgəl 7 üstəgəl 11. 14, daha doğrusu 4 ilə 4, 8, 15, 26 sm. Keçək 98-ə. Aha, uşaqlar, indi qulaq asın. Bizdən nə deyir? AB 7-dir. Baxın, işarələdim 7. AB-nin ümumi uzunluğu 7 verir. AY-nin 2 verir. Aha. İndi qulaq asın. Paralellərə baxıram. YF-lə, bax, YF-lə. YF haradır bura? AC paraleldir bir-birinə, düzdürmü? Bir də FK ilə BL. Bax, bu hissə. FK ilə BL də bir-birinə paraleldir. Həmçinin LK ilə BS bir-birinə nədir? Paraleldir. Uşaqlar, burada paralellik varsa, deməli, FK neçə olacaq? 2 olacaq. Həmçinin FK 2-dirsə, burada nə yarandı? Paraleloqram yarandı. Qarşı tərəfləri paraleldir axı. FK B ilə paraleldirsə, burada 2-dir. Məndən nə istəyir? LY-ni istəyir. Deməli, LY-ni necə taparam? 7-dən çıxaram 4-ü. Eləyər 3. Burada olacaq 3. Zaten ümumi uzunluğu mənə 7 vermişdi. 2, 2 bölündü. Burada qaldı 3. Həmçinin gəlin bunu eləyək. AB-ni 10 verib. AY 3-dür. AY 3-dürsə, bizdən nə istəyir? BF. BF də 3 olacaq. Yox, YF istəyir. YF onda neçə olacaq? 3, 3, 6, 4. Deməli, 99-da da cavab 4 oldu. Keçək 100 nömrəli tapşırığa. ABCD rombunda perimetri 60 verib. BD plus BD plus AC 34 olarsa üçbucaq AOD-ni tapın, perimetrini tapın. İndi qulaq asın uşaqlar. Bizdə perimetrimizin düsturu nə idi? P bərabərdir 4-a. Perimetrimizi neçə verib? 60. A neçə olacaq onda? 15. Deməli, tərəfləri rombun bir-birinə bərabər olduğuna görə 15-15 bölündü. Düzdürmü? Pelosdakı rombun diagonalları kəşmə nöqtəsində yarıya bölünür. Hərəsinə ayrı-ayrı ad qoyuram. Düzdürmü? Və mənə deyir ki, BD plus AC nə qədədir? BD plus AC nə qədədir? 34'dür. Yəni 2x üstəgəl 2y bərabərdir 34-də. X plus y neçə olacaq uşaqlar? 17. Bunu da tapdım. Və məndən nəyin sayəsini istəyir? Baxın, burada indi çəkirəm. A, O, D-nin sayəsini istəyir. Sayəsini istəyir? Yox, perimetrini istəyir. Perimetr A, O, D bərabərdir. X plus y plus 15. Yəni 17 üstəgəl 15 eləyir 32. Cavab elədik uşaqlar 32. Keçək digər misala. 101 nömrəli misala. 101 nömrəli misalda nə deyir? ABCD rombunda 40-dır. Deməli 4 anı bərabər eləyirəm 40-a. A 10 olacaq. Deməli hər tərəfi nədir bunun? 10. Yazıram 10, 10, 10, 10. Yazdım. BD AC x, x, y deyək. Yarıya bölün axı kəşmə nöqtəsində. Deməli, 2x plus 2y bərabərdir 28-ə, x plus y bərabərdir 14-ə. Məndən nə istəyir? AOB-ni. AOB-ni. Bax bu hissəni. Nə yazacağım? P bərabərdir x plus y plus 10. Bu da bərabərdir 14-dən 10-u toplasam eləyəcək 24. Keçək ətraflı yazı tələb olunanlara. 102 nömrəli tapşırıq. İndi diqqətlə qulaq asın. Düz bucağının diagonalı. Bax, bir dənə düz bucaqlı çəkirəm.
Aha, düz bucağını seçdim, düzdürmü? Mənə nə deyir? 60 dərəcəli bucaq əmələ gətirir. Əvvəlcə diaqonalın xassəsini yadımıza sal. Düz bucağının diaqonalları bir-birinə bərabərdir və çəkmə nöqtəsində iki bərabər hissəyə ayrılır. Bura qədər okey. Və mənə deyir ki, 60 dərəcəli bucaq əmələ gətirir. Uşaqlar, deməli bu necə oldu? Necə üç bucaq oldu? Bərabər tərəfli üç bucaq. Yəni bura A-dırsa, burada A-dır, burada A-dır. Sonra nə deyir mənə? Deyir ki, düz bucağın bir kiçik tərəfi ilə A üstə gəl. Diaqonalın cəmi. Diaqonalımız nə qədər olacaq? 2A. 2.1 metr olarsa. Diaqonalın uzunluğunu tapın. 3A bərabərdir 2.1-ə. Düzdürmü? Diaqonala biz nə dedik? 2A dedik. A bərabərdir neçə olacaq? 2.1 bölünsün 3. Bu da eləyəcək 0.7. D də bərabərdir. 2-ni 0.7-yə vuranda eləyir 1.4. Все. Keçək 103 nömrəli tapşırığa. Uşaqlar, 103 nömrəli tapşırıqda nə deyir? Deyir, bərabər yanlı trapesiyanın. Gəlin bir dənə bərabər yanlı trapesiya çəkək. Bərabər yanlı trapesiyanın hündürlüyü 3 santimdir. Orta xətti 9 santim olarsa. Orta xəttində bizə neçə verib? 9 santim olarsa. Gəlin qeyd eləyə verilənləri. 3 santim və 9 santim olarsa. 45 dərəcəli bucaq var. Burada iti bucağı deyir 45 dərəcə olarsa. Qarşısı nə qədər olacaq 45? Çünki burada 90 dərəcəli bucaq var. Bilirik ki, üç bucağın daxili bucaqların cəmi 180-dir. 180-dən də 90 plus 45-ə çıxanda qarşı tərəfdə 45 olur. Bura 3-dür uşaqlar. Burada 3 olacaq. Çünki bərabər yanlı bir dənə 3 bucağımız yaranır. Baxın, burada 3-dürsə, burada 3 olacaq. Yuxarıya da bir dənə A hərfi deyərəm, aşağıda A olar. Deməli, bizim BC oturacağımız A olacaq. AD oturacağımız isə A plus 6 olacaq. Biz bilirik ki, orta xəttin düsturu nə idi? 9 bərabərdir. Orta xətt bərabərdir. Oturacaqların cəmi bölünsün 2. AD-yə biz nə dedik? A üstə gəl A plus 6 bölünsün 2. Bərabərdir 9-a. Uşaqlar, bu neçə eləyəcək? 2A üstə gəl 6 bərabərdir 18-ə. 2A bərabərdir 12, A da bərabərdir 6. AD tərəfi nə olacaq? 6 üstə gəl 6, 12 olacaq. Bizdən də böyük oturacağın uzunluğunu soruşurdu. Keçdi 104 nömrəli tapşırığa. Gəlin 104 nömrəli tapşırığın şəklini çəkək. Deyir iti bucağı 60 dərəcə, oturacaqları isə 20 və 12 olan. Baxın uşaqlar, trapesiyanı həll eləməyin ən asan yollarından biri də hündürlük çəkməkdir. Mənə iti bucağı nə qədər verib? 60. Qarşısı nə qədər olacaq? 30. Burada 90. Burada bir dənə 30, 60, 90 dərəcəli bucağımız yarandı. Əla. Mənə oturacaqlardan birin 20 verir. Kiçik oturacağım isə 12-dir. Qarşısı nə qədər olacaq? 12. Bərabər yanlı trapesiyada da bu iki xətt bir-birinə bərabər olsa, yəni deməli 8 santimim qalmışdı 20-dən, 4 böləcəm. Düzdürmü? Və deyirdi ki, 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Deməli, x-imiz neçə olacaq? 8. Məndən nə istəyir? Trapesiyanın perimetrini tapın. P bərabərdir. 12 üstə gəl 20 oturacaqlar plus 8 üstə gəl 8. 16, 12, 28, 48 eləyir. Keçək 105 nömrəli tapşırığa. Eyni tip misaldır. Bərabər yanlı trapesiya verilib bizə. Hündürlüklərimi seçdim. İti bucaq nə qədərdir? 60, 30. Burada zaten 90 dərəcəmiz var. Bunu bilirsiniz. Deyir ki, 8-dirsə. Uşaqlar, qarşısı da 8 olacaq. 12-dən 8 çıxanda 4, 2 hissəyə bölünəcək. Düzdürmü? Və deyir ki, trapesiyanın perimetrini tapın. Baxın, 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısıdırsa, hipotenuzumuz neçə olacaq? 4. Deməli, burada 4-dür. Perimetr nəyə bərabərdir?
8 üstəgəl 12 üstəgəl 4 plus 4. Bu da bərabərdir 28 santimetrə. Keçək 106 nömrəli tapşırığa. 106 nömrəli tapşırıqda nə deyir? ABCD trapesiyasında x, y-i tapın. Uşaqlar, bax sırayla həll edərəm. Birinci bu trapesiyanın orta xəttini taparam. Orta xətt düsturumuz nə idi? X bərabərdir 2 üstəgəl y, yəni oturacaqların cəmi bölünsün 2. Buradan da x-i taparam. 2x bərabərdir 2 plus y-ə. Yazaram 2x çıxılsın y bərabərdir neçə 2? Bunu tapdım. Keçərəm indi ikinci tərəfə. Bax, ikinci tərəfdə rənglə göstərirəm. İndi keçdim bunu həll eləmək. Nə olacaq? X plus 8 bölünsün 2 bərabərdir y-ə. X plus 8 bərabərdir 2y-ə. Buradan da yazarım x minus 2y bərabərdir mənfi 8-ə. Gətirirəm, alt-alta yazsam nə olacaq? X minus 2y bərabərdir mənfi 8. Tənliklər sistemi. Yuxarını vuraram 2-yə. İstəsəz aşağını da vura bilərəm. Aşağını gəlin vuraq mənfi 2-yə. Nə olacaq? 2x çıxılsın y bərabərdir 2 olduğu kimi qalacaq. Mənfi 2x üstəgəl 4y bərabərdir. Mənfi 2-ni mənfi 8-ə vuranda 16. Alt-alta toplasam x-larım gedəcək. 3y bərabərdir 18, y bərabərdir 6. Düzdürmü? Gətirib x-in yerinə qoyub yazsam nə olacaq? Y-in yerinə qoyub x-i taparam. 2x çıxılsın 6 bərabərdir 2-yə. 2x bərabərdir 8-ə. X də bərabərdir 4-ə. Bu da oldu mənim x ilə 6. Keçək 107 nömrəli tapşırığa. 107-ni də həmçinin dediyim qayda birinci bu hissəni baxın həll edirəm. 3 üstəgəl y bölünsün 2 bərabərdir x-ə. 3 plus y bərabərdir 2x-ə. 2x çıxılsın y bərabərdir 3-ə. Bunu yazdım. Düzdürmü? Keçirəm. Bax bu hissəni yerinə yetirməyə. Nə olacaq? X plus 12 bölünsün 2 bərabərdir y-ə. X plus 12 bərabərdir 2y-ə. X çıxılsın 2y bərabərdir mənfi 12-yə. Alt-alta yenə həm şəkil qayda ilə yazıram. Deməli, aşağını, yuxarını vuraram mənfi 2-yə. Nə alınır? Mənfi 4x üstəgəl 2y bərabərdir mənfi 6-ya. Aşağıda olduğu kimi qalsa, bərabərdir mənfi 12-yə. 2y-lər gedər, qalacaq mənfi 3x bərabərdir. Mənfi 6 ilə mənfi 12 eləyir, mənfi 18. X də bərabərdir 6-ya. Gətirib qoyub y-i taparam. 6 çıxılsın 2y bərabərdir mənfi 12-yə. Mənfi 2y bərabərdir mənfi 18-ə. Y də bərabərdir müsbət 9-a. Keçək 108 nömrəli tapşırığa. ABCD paralleqramında, gəlin bir dənə paralleqram çəkək. Və paralleqramımızı neyini adlandıraq? ABCD paralleqramda BC tərəfindən başlayaraq A bucağının tənböləni, A bucağından da bir dənə tənböləni çəkirəm. Uşaqlar, gəlin adlandıraq. A, B, C, D. Baxın uşaqlar. A-ya bir alfa desəm, burada alfa olacaq. Çünki nədir bu tənbölən? Pelusdakı BC ilə AD bir-birinə paralel xətt desə, baxın, bu hissədə nə olacaq? Alfa bucağı olacaq. Yəni, bir-birinə bərabər olacaq. Və bizə deyir ki, 3 bölünsün, yəni 3x bölünsün 2x nisbətinə bölür. AB 18 olarsa. İndi uşaqlar, bax, burada necə 3 bucaq yarandı? Bərabər yanlı 3 bucaq yarandı. Baxın, hətta rəngləyib göstəreyim sizə. Baxın, burada yaranan 3 bucaq necə 3 bucaqdır? Bərabər yanlı 3 bucaq. Deməli, mən 3x-i bərabər eləyərəm 18-ə. X neçə olacaq uşaqlar? 6. Düzdürmü? Mənə deyir ki, paralleqramın perimetrini tapın. BC-yə baxanda nə görürəm? 3x-nə 2x-i toplayaram, eləyər 5x. Deməli, BC neçə olacaq? 5 vurulsun 6 bərabərdir 30-a. Perimetrimizin düsturu neydi? 2 vurulsun A plus B. Bu da bərabərdir. 2 vurulsun 30 plus 18 bərabərdir. 30 ilə 18-i toplayanda neçə eləyir? 48, 48-i 2-yə vuranda 96. Keçək 109 nömrəli tapşırığa. 109 nömrəli tapşırıqda nə deyir? Yenə həmənki qaydanın ABCD paralleqramında A bucağının tənböləni verir.
Aha. Baxın, bura tənböləndirsə alfa olsa alfa, qarşı tərəfdə paralel olduğuna görə alfa. Bu iki bucaq da bir-birinə nə oldu? Bərabər. AB-ni bizə nə verir? 12. 2 bu səfər 2x bölünsün 3x nisbətində bölünür. Gəlin tapaq. 2x bərabərdir 12-dirsə, x neçə olacaq? 6. Həmçinin BC nəyə bərabər olacaq? 5x-ə. BC bərabərdir. 5 6-ya vuram 30. Düzdürmü? Perimetr nə olacaq uşaqlar? 2 vurulsun A plus B, yəni 30 ilə 12-nin cəmi 42, bu da eləyir 84. Keçək 110 nömrəli tapşırığa. 110-da nə deyir? ABCD paralleqramının A bucağının tənbölənin BD diaqonalını 2 bölü 3 nisbətində bölür. Aha. Gəlin bunu x-larla göstərək. Baxın. Bunu biraz balacalaşdıraq ki, rahat görmək olsun. Bax, bura 2x deyirəm. Bura neçə olacaq? 3x nisbətində bölür. Paralleqramın böyük tərəfi 9 santim olarsa, aha, buraya da deyirəm 9. Onun perimetrini tapın. Gəlin tapaq. Baxın uşaqlar, nə deyə bilərəm mən bura? Bax, AB tərəfinə bir dənə A deyirəm. Düzdürmü? Qarşı tərəfdə zaten A olacaq. Baxın uşaqlar, onda neyə bilərəm mən? Bizim tənböləmizin xassəsi var idi, düzdür. Baxın, A-yım tənböləndir. A bucağının yəni tənböləndir. Düzdürmü? Onda nisbətlərə baxacağım. Deyəcəm ki, A-nın 2x-ə olan nisbəti bərabərdir. Deməli, A-nın 9-un 3x olan nisbətinə. Buradan A-nı tapsam nə olacaq? 2x vurulsun 9 bölünsün 3x. Düzdürmü? X-lər gedər, 9-un 3 də gedər. Burada qalır 6. A-nı tapdım ki, neçiymiş? 6-ymış. Məndən nə istəyir? Perimetrini istəyir. P-nin düsturu da nəyə bərabərdir? 2 vurulsun A plus B-yə. 6 ilə 9-u toplayıb 2-yə vuracam. 6 plus 9. 15 bu deyir 30. Keçək 111 nömrəli tapşırığa. 111-də nə deyir? Perimetri 42 santim olan ABCD paralleqramın diaqonalları O nöqtəsində kəsişir. BOC və AB üçbucaqlarının perimetrlərinin fərqi 7 santim olarsa paralleqramın tərəflərinin uzunluğunu hesablayın. Baxın, bunu necə yazarım? Şəklin üzündə rəngləyirəm. BOC və AOB-ni istəyir, düzdürmü? Bax, bura uşaqlar x-dirsə, burada x-dir. Bura y-dirsə, burada y-dir. Düzdürmü? Və mən bura nə deyərəm? Bura A tərəfi deyərəm. Bura bir dənə B tərəfi deyərəm. Onda nə olacaq? BOC minus AB üçbucaqlarının fərqi, perimetrlərinin fərqi. Tamam. PBOC çıxılsın. PABO bərabərdir 7. Gəlin açaq. BOC üçbucağının perimetri nəyə bərabərdir? X plus Y plus B-yə. Çıxılsın. AB üçbucağının fərqi nəyə bərabərdir? Perimetri nəyə bərabərdir? X plus Y plus A-ya. Bu da bərabərdir 7. Düzdürmü? Bunu belə yazaram. X plus Y plus B çıxılsın. X minus Y minus A. Bərabərdir 7. X-lar, Y-lər gedəcək, qalacaq B minus A bərabərdir 7. Bizə perimetrin deyir. P-nin düsturu nədir? 2 vurulsun A plus B. Bu da 42-dir uşaqlar. A plus B nəyə bərabər olacaq? 21-ə. Gətirib yazıram. B plus A bərabərdir 21-ə. Burada tənliklər sistemi yarandı. A-lar getdi. 2B bərabərdir 28-ə. B neçə olacaq? 14. Paralleqramın tərəflərinin uzunluğunu hesablayın. B 14-dür. A neçə olacaq? Gətirib yerinə qoysam. 14 plus B bərabərdir 14 plus A bərabərdir 21-ə. A da bərabərdir 7-yə. Keçək 112 nömrəli tapşırığa. Yenə həmənki qayda ilə. Baxın, bura x-dırsa, bura x-dır. Y, bura A-dırsa, burada B deyərəm. Üçbucağın perimetrlərinin fərqi. Gəlin çıxaq. X plus Y plus B çıxılsın. X minus Y minus A bərabərdir 3-dür.
X-lar getdi, Y-lər getdi. Nə qaldı? B minus A bərabərdir 3-ə. Perimetri nə qədər vermişdi? 22. P bərabərdir 2 vurulsun. A plus B bərabərdir 22-yə. A plus B bərabərdir 22 2-yə böləndə 11. Gətirib alt-alta yazıram. B minus A da 3-dür. A'lardan biri mənfi, biri müsbət gedir. Qalır 2B bərabərdir 14-ə. B də bərabərdir 7-yə. Tərəflərinin uzunluqlarını hesablayındır. A neçə olacaq uşaqlar? Gətirib bax burada yerinə qoysam, A da bərabərdir 4-ə. Keçək 113 nömrəli tapşırığa. Aha, perimetri 51 santim olan perimetrimizin düsturu 2 vurulsun A plus B. Deməli 2 vurulsun A plus B bərabərdir 51 santim olan paralelogramın BC tərəfi üzərində M nöqtəsi götürülür. BM neçəyə bərabərdir? AB'yə bərabərdir. SM CD'yə bərabərdir. AM 15 olarsa MD'ni tapın. MD'ni buranı istəyir. Bu X-i tapaq. Uşaqlar, əvvəlcə nəyə nəzər yetirməliyik? Gəlin paralelogramımızı adlandıraq. Bax, bura A olsa, burada A olacaq. Bura B olsa, burada B olacaq. Deməli, bunun oturacağı nəyə bərabərdir? A plus B. Düzdürmü? Gətirib yerinə qoyuram. Perimetrimin düsturuna əsasən nə idi? 2 vurulsun A plus B. Və yaxud da belə deyə bilərik. Hər tərəfi toplayaq. Hər tərəfi toplasaq nə alınır? Gəlin hər tərəfi toplayaq. P bərabərdir A plus B üstə gəl A plus B üstə gəl A plus B. Bərabərdir. Bu nə eləyəcək? 3A plus 3B. Bu da neçəyə bərabərdir? Dedi 51 cm. Aha, 3-ə çıxarsam A plus B nəyə bərabər olacaq? 51-ə. Buradan da A plus B bərabərdir 17-yə. Düzdürmü? Aha, A plus B-ni 17 tapdım. Uşaqlar, diqqətlə baxsaz, bax, bucaqlarda bərabərlik var. Düzdürmü? Bura alfası, burada alfa olacaq. Burada bir-birinə bərabər olacaq. Tutan betasa, burada beta olacaq. Düzdürmü? Və bu tənbələndən keçdiyi nöqtədə 90 dərəcəli bizim bucağımız əmələ gələcək. Aha, 90 dərəcəli bucaq varsa, nə olacaq? Pifaqor teoremi katetlərin kvadratları cəmi, yəni 15 kvadratı üstə gəl. X-in kvadratı bərabərdir 17-in kvadratına. Bunu da belə yazarım. X-in kvadratı bərabərdir 17-in kvadratı çıxılsın 15-in kvadratı. 17 minus 15 17 plus 15 32. Bu da eləcə 64. Demək X neçə olacaq 8? Bizdən nə istəyir? MD-ni istəyir. MD-yə də biz X demişiksə cavab olacaq 8. Keçək 114 nömrəli tapşırığa. ABCD bərabər yanlı trapesiyada PM bölünsün AD, PM bölünsün AD. Aha. Orta xəttin uzunluğunu tapın. Baxın uşaqlar, üstündə də qeyd edə bilərəm. Gəlin elə üstündə qeyd edəyəm. 3 bölünsün 4-dürsə. Baxın, bərabər yanlı trapesiyadsa uşaqlar, bu hissələr bir-birinə bərabər olacaq. Düzdürmü? Bura X deyərəm, burada X deyərəm. Bunu da 3 bölünsün 4 nisbəti yerinə 2-yə vuraram, 6 bölünsün 8 nisbətində yazaram. Deməli, bura 6x olacaq. Ümumi nə qədər olacaq? 8x olacaq. Düzdürmü? Bunu tapdım. Sonra, baxın uşaqlar, bura x-dirsə, aha, deməli. Bunları mən niyə belə elədim? Gərək bir xət qoydum. Aha, yaxşı. Belə götürək. Bərabər yanlı olduğuna görə bunu A deyərəm, burada A deyərəm. Bu hündürlükdür. Hündürlük nəyə bərabərdir uşaqlar? H bərabərdir, deməli. Hündürlüyün kvadratı bərabərdir. Hipotenuzun kvadratı çıxılsın katetin kvadratı. Düzdürmü? Bunu belə yazaram. Həmçinin mənə deyir ki, AC nədir bizdə diaqonal? Aha, deyir ki, bax, D hərfi ilə işarə eləyərəm burada. Həmçinin diqqət yetirsəz əgər,
Burada da nə var? Bir dənə. Düz bucaqlı, üç bucaq. Buna da yazaram. H kvadrat bərabərdir. D-nin kvadratı çıxılsın 6x-la. X-i toplasam eləyəcək neçə? 7x. Yəni 49x-in kvadratı. Bunu belə yazdım. Sonra bax bu h kvadratları mən bir-birinə bərabər eləyərəm. Onda nə olacaq? A kvadrat minus x-in kvadratı bərabərdir D kvadrat minus 49x-in kvadratına. Buradan da nə alacağım? X kvadratların bir yerə yığsam A kvadrat minus D kvadrat bərabərdir. Keçirsəm sağ tərəfə nə olacaq? Üstə gəl. Deməli, A kvadrat minus D kvadrat mənfi 48x-in kvadratı olacaq. Bunu müsbət eləməkdən ötürü belə yazaram. D kvadrat minus A kvadrat mənfiyə vuraram. Onlar 48x-in kvadratı. Bizə də əvvəlcədən nə verilib? Baxın bir dənə zəhmət olmasa. AC kvadrat. AC nədir? Diagonal. Deməli, diagonalın kvadratı çıxılsın AB kvadrat, yəni A-nın kvadratı bərabərdir 48-ə. Aha. Deməli, bizim 48-imiz nəyə bərabər oldu? 48x-in kvadratına. Hər tərəfi 48-ə bölsəm, x kvadratı bərabərdir 1, x də bərabərdir 1 olacaq. Düzdürmü? Bizdən nə istəyir? Orta xəttin uzunluğunu. Aha, x-i 1 tapdım. Bura qədər əla. Deməli, ümumi mənim oturacağım nə qədər olacaq? 8x. Düzdürmü? Aha, bura ümumi 8x olsa. Neçə olmuş olacaq 8? Çünki x-i neçə tapdıq? 1. Həmçinin bura 6x demişdisə, burada nə olacaq 6x, yəni 6. Bizim, deməli, orta xəttimizin düsturu necə idi? Orta xətt bərabərdir. Orta xəttdə 1 y deyək. Y bərabərdir 6 plus 8 bölünsün 2. 14-ü 2-yə bölündü, eləyir 7. Keçək 115 nömrəli tapşırığa. Baxın uşaqlar, 115 də eynidir. 4 bölünsün 5 nisbətindədir. Bunu da 2-yə vuraram. 8 bölünsün 10 nisbət olar. P-mə 8x desəm. Bax, yuxarısı da nə olacaq? 8x olacaq. Həmçinin burada x-nin x olacaq. Düzdürmü? Bura təbii ki, hündürlük. Burada A-ları deyirəm. Baxın. İndi nə edəcəm? Bayaqçı qayda ilə diagonal olan tərəfimə bir dənə baxın. H kvadrat nəyə bərabərdir? D-nin kvadratı çıxılsın. 8x ilə x-i toplasam, bura nə qədər eləyəcək? 9x. Aha, çıxılsın 81x-in kvadratına. Digər tərəfdən, bax, buradakı h kvadratını da taparam. Bu nəyə bərabər olacaq? H kvadrat bərabərdir A-nın kvadratı çıxılsın x-in kvadratına. Bərabər eləyərəm. D kvadrat minus 81x-in kvadratı bərabərdir A kvadrat minus x-in kvadratına. D kvadrat minus A kvadrat bərabərdir mənfi x-in kvadratı üstəcə 81x-in kvadratı. Bu da nə olacaq? D kvadrat minus A kvadrat bərabərdir 81-dən x kvadratını çıxsam 80x-in kvadratı. Bunu yazdım. Plus mənə nə verir? AC minus AB. Yəni D-nin kvadratı çıxılsın AB nədir? A-nın kvadratı. Bərabərdir 80. Deməli 80 bərabərdir 80x-in kvadratına. X nəyə bərabər olacaq? 1-ə. Orta xəttin uzunluğunu istəyir. Bayaqçı kimi orta xətti bir y ilə işarələsəm. Y bərabərdir neçə olacaq? 8x üstə gəl 10. X bölünsün 2. X-in yerinə nə qoymuşam? 1. 18 bölünsün. 2 bərabərdir 9-a. Keçək 116 nömrəli tapşırığa. Bərabər yanlı trapesiyanın. Gəlin bir dənə bərabər yanlı trapesiya çəkək. Aha, bərabər yanlı trapesiyanın orta xətti. Orta xəttini də çəkdim. 6 santimdir. Düzdürmü? Diagonalı isə oturacaqları 30 dərəcəli bucaq əmələ gətirir. Aha, diagonalı isə oturacaqlarında 30 dərəcəli bucaq əmələ gətirir. Gəlin bir də diagonal çəkək. Birini çəkdim.
Diaqonalı isə oturacaqlarında nə qədərlik bucaq əmələ gətirdi? 30. Deməli uşaqlar, bura 30-dursa, bura nə olacaq? 30. Üçbucağın daxili bucaqların cəmi nə qədər idi? 180. 180-dən çıxsam 30 plus 30 yəni 60-ı 120 eləyəcək. Düzdürmü? Buranı tapdım 120. Aha. Bura 120-dirsə, bu hissədə 120 olmalı deyilmi? Deməli 30, burada nə qalacaq? 90. Deməli burada oldu 90 dərəcəli bucaq. Bunu da tapdım. Əla. Ümumi mənim trapesiyamın bərabər yanlı trapesiyadan 180 dərəcəyə bərabər olmalıdır. Bura 120-dirsə, bura 60 olacaq, yəni burada 30-dur. Deməli, bura necə tapacam? 60. Deməli, iti bucaqlarım mənim nə qədər oldu? 60 dərəcə oldu. Bizdən nə istəyir? 116-da. Trapeziyanın iti bucağı 60 olarsa, aha, zaten bizə veribmiş. Perimetrini tapın. Baxın, bura 6-dırsa. Bura A deyirəm, burada olacaq. Baxın indi, burada 30 dərəcəli bucaq var. 30 dərəcəli bucağın qarşısında duran katet. Hipotenuzun neyinə bərabərdir? Yarısına. Demək, bura nə qədər olacaq? 2A. Həmçinin, baxın, burada bir dənə bərabər yanlı 3 bucaq var. Burada O olacaq. Mənim orta xəttimin düsturu nə idi? Oturacaqların cəmi bölünsün 2. Bərabərdir. Orta xəttimi də 6 verib. 3A bərabərdir 12, A bərabərdir 4 olacaq. Kiçik oturacağın uzunluğunu tapın deyir bizə. Aha, perimetrini tapın, üzrürsən. P bərabərdir. Cəmin toplayacağım. A plus A plus A plus 2A. Bu da bərabərdir. 3A, 5A. A da 4 olduğuna görə 5 vurulsun 4 bərabərdir 20-yə. Keçək 117 nömrəli tapşırığa. Perimetri 20 santim. Aha, əla. Gəlin bunu bir də çəkək. Bərabər yanlı trapesiya. Bunu da çəkdim. Perimetri nə qədərdir? 20 santimdir. Yazıram 20. Düzdürmü? İti bucağı nə qədərdir? 60 olan bərabər yanlı trapesiyanın diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələri gətirir. Aha, yeni eyni tip. Diaqonal nə qədərlik bucaq əmələ gətirirdi? Trapesiyanın diaqonalı oturacaqla 30 dərəcəli bucaq əmələri gətirir. Baxın, bizə bura nə qədər vermişdi? 60 vermişdi, düzdürmü? Buradan bir dənə diaqonal çəkərəm. Çəkdim. Bura 30-dursa, burada 30 olacaq. Həmçinin bura 120 olacaq. Burada bir də 90 dərəcəli bucaq əmələ gəldi. Trapeziyanın kiçik oturacağının uzunluğunu tapın. Baxın, bura bərabər yanlı olsa, bura A olacaq, burada olacaq, həmçinin burada olacaq. Aha, burada 90, 30, 60 dərəcəli bucaq əmələ gəldi. Demişdik ki, 30 dərəcəli bucağın qarşısında duran katet hipotenuzun yarısısa, bura nə qədər olacaq? 2A. Toplayacağım. 2A üstə gəl A plus A plus A bərabərdir. Neçəyə? 20-yə. Buradan da tapıram ki, 5A 20-dirsə, A neçə olacaq? 4 olacaq. Kiçik oturacağın uzunluğunu tapın. A neçə oldu? 4. Bu qədər. Keçək 118-ə. Perimetri 80 santim olan ABCD paralelogramında AB BD'yə bərabərdir. AB BD'yə bərabərdir. Aha, yazdım. BM MD'yə BM AD'yə perpendikulyar olarsa 30-sa bura nə qədər olacaq? 60. ABD üçbucağının perimetrini tapın. İndi qulaq asın uşaqlar. Bax, mən bura 2A desəm. Burada 2A olmayacaqmı? Həmçinin burada 2A olacaq. Bura qədər məncə aydındır. Demişdik ki, 30 dərəcəli bucağın qarşısında duran katet nəyə bərabərdir? Hipotenuzun yarısına. Bura nə olacaq? A. İndi bir dənə nüansa fikir verin. Bax, bu üç bucağı çəkirəm. Burada bərabər yanlı üç bucaq varsa, bura nə qədər olacaq? 60. Həmçin bura 90-dır. Burada nə qədər olacaq? 30. Demişdik ki, 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Yəni burada olacaq. Perimetrimizin düsturu P bərabərdir. 2 vurulsun A plus B. Bərabərdir 80.
P bərabərdir 2 vurulsun. A-nın yerinə 2A qoyaram. B-nin yerinə nə qoyacağım? Onun da yerinə 2A. Bərabərdir 80-ə. 4A bərabərdir 40-a. A neçə olacaq uşaqlar? 10. Məndən nə istəyir? Perimetrin istəyir. Perimetr neçə olacaq deməli? Deməli, A-nı tapdım. Üstündən sileyim bunları. Baxın, bura 2A demişdik. Bura 20-dir. Hansı üç bucağı istəyir? A, B, D. A, B, D. Hələ. Aha, burada 2A idi. Bura neçə idi? Burada 2A idi. Düzdürmü? P bərabərdir. Deməli. 6A, bu da bərabərdir 60-a. Deməli, cavab olacaq 60. Yəni, bütün tərəfləri topladım, vurdum onu. 119 nömrəliyi tapşırırıq. Eyni misaldır. 60 olacaq. Burada həmçinin 60 olacaq. Çünki AB BD-yə bərabərdir. Bura 2A-dırsa, burada 2A olacaq. Bura A-dırsa, burada A olacaq. Sonra bizdən nə istəyir? Perimetrin verib zaten. Deməli, P bərabərdir. Neçədir bu? 119 nömrəli tapşırıq. Gəlin, yuxarıdan yazaq. P bərabərdir. 2 vurulsun A plus B bərabərdir 45-ə. Düzdürmü? 2 vurulsun. A neçədir? Deməli, birinci tərəfim neçədir? 2A. Üstə gəl 2A. A, üzrü sayın. 3 bucağı verib bizə. Hansı 3 bucaqdır? A, B, D. Bax, bu 3 bucağı verib. Deməli, onda misalın şərti dəyişir. Aha. P bərabərdir. Toplasam 2A üstə gəl 2A. Üstə gəl 2A bərabərdir 45-ə. 6A bərabərdir 45. Deməli, A neçə olacaq? 7.5. Düzdürmü? A-nı tapdım 7.5. Məndən nə istəyir? ABCD-nin perimetrini istəyir. P də bərabərdir 2 vurulsun. 2A üstə gəl 2A. Bu da bərabərdir neçə? 2 vurulsun 4A-ya. Yəni 8A-ya. 8-i də 7.5-ə vuranda neçə eləyir uşaqlar? 60. Yəni perimetrimiz 60 olacaq. P bərabərdir 60-a. Keçək 120-yə. Nə verib? Deyir ki, paralelogramın perimetri. Perimetrin düsturunu yazıram. 2 vurulsun A plus B. Düzdürmü? Bərabərdir 24-də. A plus B neçə olacaq? 24. Daha doğrusu 24 bölünsün 2. Yəni A plus B bərabərdir 12 olur. Sonra aha, A-nın yerinə uşaqlar qoyaram. 12 çıxılsın B-nin. Baxın, bura 12 çıxılsın B deyərəm. Burada zaten B olacaq. Düzdürmü? Bura nəyi tətbiq eləmək olar? Baxıram ki, kosinuslar teoremi tətbiq eləyə bilərəm. Deməli, necə olacaq? AD-nin kvadratı bərabərdir AB-nin kvadratı. Üstə gəl BD-nin kvadratı. Çıxılsın 2 vurulsun AB vurulsun BD. O da vurulsun kosinus alfa. Aha, AD-nin kvadratı nədir? B-nin kvadratı bərabərdir AB-nin kvadratı. Yəni 12 çıxılsın B-nin kvadratı üstə gəl. BD 8-in kvadratı çıxılsın 2 vurulsun 12 minus B vurulsun 8. Vurulsun kosinus 60 dərəcə. Gəlin sadələşdir. Aha, yazaram. B-nin kvadratı bərabərdir 12 144 çıxılsın 2B üstə gəl B-nin kvadratı. Düzdürmü? Üstə gəl 64 çıxılsın 2 12 24 plus 2B. A, burada da 8 var axı. Bunu necə? Bax, kosinus 60 neçə eləyir? 2 8-im 16 vurulsun 12 minus B vurulsun 2-də 1. Deməli, gəlin bunu sadələşdirəm. B kvadratda uşaqlar keçirsəm sağ tərəfə bir mənfi bir müsbət gedəcək. Yəni, hal-hazırda üstündən də xətt çəkim ki, görün. Nə qalacaq? 144 çıxılsın. 64-ə gələndə neçə eləyəcək? 144-dən 64-ü toplayanda
8, 4 ilə 6. 208. Çıxılsın 2B, çıxılsın 16 ilə 2 getsə 8, 8 12. 96. Üstə gəl 8 B eləyəcək. Düzdürmü? Bərabərdir. 208-dən 96 çıxan 112 eləyir. 2B-dən 8B-ni toplayanda neçə eləyəcək? Bir dəqiqə, neysə düz hesablamadı. 12B-nin kvadratını açanda burada 24B eləyir. Aha, 24B ilə 8B neçə eləyəcək? 16B bərabərdir 16B-yə. B neçə olacaq? 112-ni 16-ya bölsəm 7 olar. Düzdürmü? B-ni tapdım 7. Bizə nə istəyir? Onun kiçik tərəfinin uzunluğu istəyir. 12-dən də 7 çıxanda 5. Deməli, cavab neçə olacaq? 5. Kiçik tərəf olacaq 5.